Deməli, uşaqlar, birinci növbədə burada olan testlərdən, 100-dən sonraki testlərdə əsasən olan başlıqlardan biri odur ki, məhculda olan cümləni seç. Məhculda olanı seçmək üçün bizə lazımdır nə? Demişdik ki, əgər cümlə nəqldədirsə, to be-dən sonra V3 gəlməlidir. Yəni, feilin üçüncü forması gəlməlidir. Məhcul üçün. Daha sonra, burada was built gördüyümüz kimi to be V3'dür. Və suala çevirəndə was keçir əvvələ, was-la built-in arasında nə gəldi? Mübtəda. Yəni, mübtəda gəlmiş oldu, yeni mübtəda. Deməli, nəqldə to be V3, sualda to be ilə V3'ün arasında nə oldu? Mübtəda olmuş oldu. Bu iki haldan başqa hallar olarsa məhcul olmaz. Bu iki haldan başqa hallar nədir? To be-nin yanında sifət gələrsə, nəqlidə, sonra to be əvvəldə sonda sifət gələrsə, sonra to be-nin yanında isim gələrsə, to be əvvəldə sonunda müstəqil yəri olarsa, bunlar məhcul deyil. Bir də there is erar varsa məhcul deyil. Burada altda da misallar qeyd etmişəm. Was the car bought by him expensive? Burada birincidə, daha doğrusu buradan deyim daha doğrusu. Deməli, burada fikir verirsə, to be-dən sonra sifət gəlibsə, bu nədir? Məhcul deyil. The car bought by him was expensive. Burada was nəyə aiddir? Expensive aiddir. Sual verəndə necə olur? Was keçir əvvələ, expensive qalır sonda tək. Deməli, to be-nin yanında sifət gəlirsə məhcul deyil. Sualda isə to be əvvəldə sonda sifət varsa məhcul deyil. Ən çox testlərdə bu lazım olur. To be-nin yanında müstəqil yəri varsa, was there sahibdir, məhcul deyil. Suala çevirəndə was əvvələ keçir, there qalır sonda tək, yenə məhcul deyil. Bir də zeri zerar tipli cümlələr məhcul deyil. There-dən sonra to be gəlirsə məhcul deyil gördüyümüz kimi. Sualda və nəqlidə. Deməli, to be-dən sonra isim gəlibsə yenə məhcul deyil. Gəlirik suala. İndi bax, nəqli cümlələrdirsə əgər to be-ni tapırıq, to be-ni tapdıq. To be-dən sonra late gəlib, late sifətdir. Demək, bu məhcul deyil. To be-ni tapdıq, to be-dən sonra V3 gəlib, demək 2 olar. To be-dən sonra V3 gəlib, 3 olar. Burada nə var? Zeri zerar var. Demək ki, bu olmaz. Cavab oldu nə? 2-dən 3. Növbəti sualda, deməli, bax, sonda expensive sifətdir, sonda good sifətdir. Sonda sifət varsa sual cümlələrində çıxırıq, qalır cavab nə? 1-dən 4. Daha sonra, bax, happy sifətdir, talented sifətdir. Sonda sual cümləsində sifət varsa çıxırsan, qalır cavab nə? 1-3. Daha sonra, gəlsən to be-ni tapırsan, to be-dən sonra V3 varmı? Var, 1-də var. 2-də to be-ni tapdın, will be, yanında V3 varmı? Var. Demək, cavab oldu nə? 1-2. 3-ə bax, 3-də izdən sonra ortada zəf girə bilər. Fresh gəlir. Fresh nədir? Sifət. Olmaz. Burada zeri zerar var. Olmaz. Cavab oldu nə? 1-lə 2. Növbəti sualda to be-ni tapdın. To be-nin yanında V3 varmı? Yəni V3 dediyimiz şey nədir? Qaydalı feillərdə ed, qaydası da 3-cü sıra. Olmaz. Daha sonra to be-dən sonra nə var? V3 var. Olarmı? Olar. Biri niyə çıxdım mən? Biri olmalıydı. To be-dən sonra V3 var. Var. 2-də to be-dən sonra V3 var. Var. 1-2 düzdür. 3-də to be-dən sonra sifət gəlib. Olmaz. 3-də sonda sifət var. Olmaz. Sual cümləsində sonda sifət varsa olmur. Nəqli cümlədə to be-nin yanında sifət varsa olmur. Cavab olur nə? 1-lə 2. Daha sonra capable nədir? Sifət. Talented nədir? Sifət. 2-lə 3-ü çıxırsan qalır 1-lə 4. Daha sonra good nədir? Sifət. Delicious sifət. Çıxırsan qalır 1-lə 4. Daha sonra sual cümlələrində nə edirik? Sual cümlələrində birinci növbədə cümlənin zamanı tapırıq. Sonra tamamlığı tapırıq. Sonra nə etməmiz lazımdır? Bu tamamlığımız gəlməlidir to be ilə V3-ün arasında və bu tamamlıq gəlməlidir. Və bu söz girməlidir. Flower sözü. To be-miz cümlə keçmiş zamanda olduğuna görə were olacaq. Were-lə order-ın arasında bu araya nə girməlidir? The flowers girməlidir. Çünki bəli. Deməli, were-lə order-ın arasında flowers olan variant hansıdır? C variantı. Daha sonra növbəti sualda yenə də shoes sözü harada girməlidir? Were-lə meant-in arasında. Çünki tamamlığımız budur. Ona görə də bu arada işlənən sözə baxmam lazımdır. To be ilə V3-ün arasında. Deməli, bunu çıxdıq varianta. Birdə də to be yoxdur ümumiyyətlə. Deməli, were-lə meant-in arasında shoes olan variant. Haradadır? Yerdə. Deməli, burada onda isə nəyə baxırıq? Kontrakt sözünə baxırıq. Kontrakt sözü tamamlıqdır. Bu harada işlənməlidir? Were-lə signed-in arasında. Bax, burada bu was bu izdə olmalıydı. Was-la signed arasında, daha doğrusu were-lə yox, was-la. İzin zamanı uyğun gəlmir. Was-la bin olmur, bunu da çıxdıq. Was-la signed-in arasında
Ha, kontrakt olan variant hansıdır? D variantı. Were-lə signed yan yana olmaz. Cavab D. Poor sözünə baxırıq. Poor nədir? Tamamlıq. Bu harda işlənməlidir? Are-la help-ın arasında. Are help yan yana olanları çıxırsan, birini də çıxırsan, were-ün də zamanı uyğun gəlmir. Are-la help-ın arasında poor olan variant C variantı. Gəldik bura. To be ve 3. 1 olar. 2-də zeri zərardır. Olmaz. Amma bura baxmaq lazım. Bax, was hurt var. Burada məchul ola bilərdi. Amma niyə olmadı? People sözü cəmi olduğuna görə was əvəzinə were olmalıydı. Buna görə götürmürük. Həm zeri zərara görə götürmədik, həm də people-a görə was yox, were olmalı. Sonra have var, been var. 3-də have been var. Amma nə yoxdur? Feil yoxdur. Düzdürmü? Sonra bax to be-dən sonra isim gəlib olmur. To be-dən sonra feil var. Demək ki 4 olar mı? Olar. Cavab oldu nə? 1 ilə 4. Növbəti sualda bax izi tapdın, cover-ı tapdın. To be V3 olar. Zeri zerar olmaz. Is a place olmur amma are perform da görə olur. Cavab oldu 1-3. Burada have var, been var amma sifət gəlib. Olmur. Cavab olur 1-3. Növbəti sualda cheap sifətli çıxırsan, zeri zerar var çıxırsan. Cavab oldu nə? 2 ilə 4. 2 və 4. Burada dediyimiz kimi zeri zərara görə çıxdıq 3'ü. Burada da sifət sonunda işləniyinə görə. 15'də sifət var. Bəli. Burada Z var. Bəli. Cavab oldu nə? 1 ilə 3. 2'də Z var. 4'də də sifət var. Getdik növbəti suala. Deməli, indi tamamlığımız nədir? Document sözü. Bu harda işlənməlidir? Were ilə stolen arasında. O were bu izdə olmalıydı. Were ilə been olmaz. Were ilə stolen arasında document olan variant C'dir. Arın zamanı uyğun gəlmir. Sonra gəldik bura. Small nədir? Sifətdir. Uyğun gəlmir. Burada da zeri zərar var. Görürsünüz, bəndlərdən birində sifət olur sonunda, birində də zeri zərar olur. Çıxırsan variantı, qalır cavab nə? 1-3. Daha sonra gəldik nəqli cümlədə. Əgər sual cümləsi deyilsə, to be-ni tapırsan, tapdın. Sonrasında nə gəlir? Feil gəlir. Demək ki, bu olar da. Ortaya never girə bilər, zərf girə bilər. Zərfin problemi yoxdur. Is listened olar. 2-də ümumiyyətlə sonunda sifət var, olmaz. Sonra was forbidden. Feil gəlib, olar da. To be V3 olar. 4'də də sifət var sonunda, olmaz. Cavab oldu nə? 1-3. Gəldik bura. Hə. Yo. Nəqli cümlədir. Arada zərf ola bilər. Olmalı yox, ola bilər. Yəni mütləq deyil, arada zərf olsun. To be V3 olmalıdır. Deməli, növbəti sualda nə var? Deməli, burada nəyə baxırıq? Is spoken. Spoken to be V3'dür da. Bizim araya zərf girə bilər. Bu problem deyil. Expensive var. Sifət olmaz. To be V3 olar. Sonda valuable var. Sifətli olmaz. Cavab oldu nə? 1-3. Y variantı. Gəldik bura. Expensive sifətdir. 2'də də zeri zərar var. Qaldı 1-3. Görürsünüz, hamısı eyni tipdədir. Zeri zərar var. Burada da valuable var. Cavab oldu nə? 1-3. Deməli burada true var. True nədir? Sifət. Doğru deməkdir. Serious nədir? Ciddi. Sifətdir. Cavab oldu nə? 1-4. Birdə expensive var, sifətdir. Yox. Birdə öyle bax. Expensive əvvəldədir. Burada arı görsən nəqli cümlədir. Araya zərf girə bilər. Sonra nə gəlib burada? Fail. V3. To be V3'dür. Bəli. Demək 1 olar. 2'də ardan sonra sifət gəlib olmaz. 4'də axırda nə var? Sifət. Olmaz. Cavab oldu nə? 1-3. Bax, sual cümləsində to be-dən sonra sifət gələ bilər. Nəqlidə to be-nin yanında olmamalıdır. Sualda bu expensive Jews olar. Burada ar nəyə aiddir? Meydə aiddir. Cavab oldu nə? 1-3. Əksəriyyətlə cavab 1-3 olur. Deməli, baxırıq növbəti suala. Woolen var. Woolen nədir? Sifətdir. Woolen sifətdir. Sonda sifət. Deməli, sual cümləsi sonda sifət. 3'də də to be-nin yanında sifət gəlib. Olmaz. Cavab olur nə? 1 ilə 4. Daha sonra to be-dən sonra V3. 1 olar. 2'də to be-dən sonra isim gəlib. To be-dən sonra nə gəlib? İsim gəlib. Olmaz. 3'də sonda nə var? Sifət. Olmaz. Düzdürmü? 4'də
olar. Deməli, 2 niyə olmadı? Nəqli cümlədə to be-dən sonra nə gəlib? İsim gəlib olmadı. 3-dən niyə olmadı? Sual cümləsinin sonunda sifət gəldi. Cavab oldu nə? 1 ilə 4. Cavab oldu C. İndi gəldik bu suala. Arkitektlə başlayıbsa, arkitektlə başlamaz. Bunu çıxdıq. Cümlə showed keçmiş zamandadırsa, has olmaz. B'de de was been olmalı. B'də də was been olmaz. Deməli, A getdi, B getdi, D getdi. C ilə qaldı Y variantı. Bu arkitekt sözü mübtədada, düzdürmü? Arkitekt mübtədadırsa, deməli, arkitektin qarşısında bay olmalıdır C'də. Qaldı Y variantı. Düzdür? Əgər mübtədanın cümlədə işlədirsə, qabağına bay verməli. Yəni, əvvəlki mübtədadan söhbət gedir. İndi 27-də sonda nə var? Beautiful. Beautiful nədir? Sifət çıxırıq. Burada 4-də də zəli zərar var. Görürsünüz, variantlarda hamısında, testlərdə hamısında bəndlərin birində nə olur? Birində sonda sifət olur deyə çıxırıq. Birində zəli zərar olur deyə çıxırıq. Demək ki, 1 ilə 4 çıxdı, qaldı cavab nə? 2, 3. Cavab oldu C variantı. Yəni testlər hamısı demək olar ki, eyni minvalla, eyni tiplə gedir. Deməli, burada baxırıq indi. 128-də 4-də Bax. AZ var, o getdi. Vozdan sonra nə gəlib? Sifət. Ortaya zərf girə bilər. 4-də Getdi. də Z var. 4-də də Z var, getdi. Qaldı 1 ilə 3. Sonra gəldik has been. Has been to be-dir də, hə? To be-dən sonra 4 gəlib. 4 sifətdir. Çıxırıq. To be V3. Düzdür. Will var, be var, baked var. To be var, will be, to be'dir və V3 də var. 4'e bax. Will var, be var, amma nə gəlib sonrasında? Sifət gəlir. V3 yoxdur. Cavab oldu nə? 2-3. Murad qulaq as. Deməli, to be'dən sonra nə gəlib? V3 olar. Yəni V3 nə deməkdir? Feilin 3-cü forması. Vozdan sonra burada nə gəlib? İsim gəlib. Papyrus isimdir. Olmaz. Sonra to be'dən sonra V3 olar. Burada izdən sonra isim gəlib. Is writing material olmaz. Deməli, nəqli cümlədə to be'nin yanında V3 olan hardadır? Bir A'dadır, bir də yadda adısı bir 1'dədir, bir də 3'dədir. Cavabı 1-3. 161'də 4. Brilliant sözü sifətdir uşaqlar. Brilliant əla demək, əla deməkdir. Bizim bildiyimiz brilliant deyil, yəni əla deməkdir. Həm də fikir verirsin, was var cümlədə, amma feil yoxdur. Feil yoxsa nətən məchul olsun o cümlə? Bəli, 4'də də zəli-zələr var. Uyğun gəlmir. Qaldı cavab nə? 2 ilə 3. 32. 32'də baxın, diqqətiniz burada olsun. True keçmiş zamandadır, was ver olmalıdır. İzi çıxdım. Getdi. Sonra Deyini də çıxdıq da, orada da iz var. D'də də iz var, çıxırıq. Bəli. Tamamlığımız circle-dur uşaqlar. Niyə circle-dır? Cümlədə deyir ki, balaca oğlan qumda neçə dairə çəkdi çubuq ilə. Yəni tamamlığımız bizim dairədir yoxsa çubuqdur? Dairə. Məsələn, A ilə C'də deyir ki, çubuq çəkildi. Çubuq çəkildi olmazsa nə olardı orada? Dairə çəkildi, cavab olur Y variantı. Gəlirik bura. Yenə zəri-zərər olan variantı çıxırıq. Məchul olmur zəri-zərər olanda. Sonda müstəqil yiyəlik gəlsə çıxırıq. 1-4. Və bu da qaydada var idi bizimki. Bayaq dediyimiz qaydada var idi ki, sonda müstəqil yiyəlik gəlibsə, qayda nömrə 3. Müstəqil yiyəliyin yanında, to be'nin yanında müstəqil yiyəlik gəlsə məchul deyil. Sual cümləsi sonda müstəqil yiyəlik gəlsə məchul deyil. İndi o qaydaya əsasən cavab olur nə? 1, 4, B variantı. Növbəti sualda yenə variantlara baxıram, görürəm zəri-zərar var. 2'ni çıxıram. 3'də də original var, orijinal deməkdir. Sifətli çıxırıq. Qalır cavab nə? 1, 4. Gəlirik buraya. Expensive sifətli çıxırıq. Necessary-də sifətli çıxırıq. Cavab olur nə? 2 və 4. Növbəti sualda urgent, təcili, təxirə salınmaz sifətdir. Experienced, təcrübəli deməkdir, sifətdir. Deməli, cavab olur nə? 2 ilə 4. Növbəti sualda, you cümlənin tamamlığıdır. You cümlənin tamamlığıdırsa, deməli, to be ilə V3'ün arasında you işlənməlidir. Yəni, you harada işlənməlidir? Were ilə met'in arasında. Were, met yan-yana olanlara çıxıram. Bin olmaz çıxıram. Burada da were ilə met yan-yana yenə çıxıram. Deməli, were ilə met'in arasında you olan variant hansıdır? Y variantıdır. Növbəti sualda tamamlıq nədir?
invitation. Bu harda işlənməlidir? Was were ilə sent'in arasında. Bax, yenə were sent yan yana olanı çıxıram. Was sent yan yana olanı çıxıram. Were sent yan yana olanı çıxıram. Bin olanda çıxıram. Və were ilə sent'in arasında invitation olan variant A'dır. Keçək növbəti suala. Yenə cümləmiz diddirsə keçmişdir. Was were olmalı. Didlə olmalı deyil. Düzdürmü Cavid? Tamamımız nədir? A present ya da each of participant. 2 dənə tamamımız var. İkisindən biri işlənməlidir. Was were ilə given arasında. Was bini çıxdım. O arada Z işlənməli. Çünki Z mübtədadır. Bu Z mübtədadır. Bunu çıxdıq. Burada bin var. Deməli, was ilə given arasında present işlənib. Deyə düzdür. 140'da tamamlığımız xəbərdən sonra gələn söz tamamlıqdır. This chocolate sweet. Tamamlıq budur. Bu were ilə both'un arasında işlənməlidir. Bax, was bini çıxdım. Were bini çıxdım. Arın zamanı uyğun gəlmir, çıxdıq. Bax, were ilə both yan yana olanları da çıxıram. Yan yana olanları da çıxıram. Deməli, were ilə both'un arasında this chocolate sweet olan C variantı. Gəldik yenə. Bax, sual cümləsidir, düzdürmü? Sual işarəsi var sonunda görürsünüz. Sonda sifət gəlib. Çıxdıq. Is used to be V3 olar. Was'dan sonra nə gəlib indi burada? Sifət olmaz. To be V3 olar. Cavab oldu nə? 2-4. Deməli, was useful. To be'dən sonra nə gəlib? Sifət. Sonra was found. To be V3 olar. Zeri zerar. Z varsa olmur. To be V3 olar. Cavab oldu nə? 2-4. Cavab oldu B variantı. Was terrible. Nə gəlib burada? Sifət gəlib. Olmaz. Are built. To be V3. To be added. Added nədir? Yenə V3'dür. Zeri zerar olmaz. Cavab oldu nə? 2-3. 144'te. Nobody made a search. Nobody made a search for information on statistic on the internet. Cümləmiz necədir? Nobody made olduğuna görə demək cümlə inkar olmalı. Düzdürmü? Was bini çıxdıq. A getdi. Sonra burada is'in zamanı uyğun gəlmir, getdi. Sonra wasn't inkardır. Nobody inkardır. İki inkar bir cümlədə işlənmir. Burada da dedim ki nobody made inkar deməkdir. Burada was yox, wasn't olmalıdır da. Yəni heç kəs etmədi deyirəmsə, informasiya, statistikaya aid olan məlumat tapıldı, edildi, olmaz axı. Edilmədi demişim axı. Ona görə qalır cavab B variantı. Wasn't made. İndən sonraki cümlələrə bir başqa bir qayda var. Əsasən o qayda ilə əlaqəlidir. Hansı cümlə məhsula çevrilə bilər və ya hansı cümlə məhsula çevrilə bilməz? Hansı cümlə məhsula çevrilə bilər deyəndə uşaqlar fikir verəcəyimiz şey nədir? Əgər cümlənin tamamlığı varsa, məhsula çevrilə bilər. Əgər cümlənin tamamlığı yoxdursa, məhsul növə çevrilə bilməz. Bir daha deyirəm. Cümlənin tamamlığı varsa, məhsul növə çevrilə bilir. Cümlənin tamamlığı yoxdursa, məhsul növə çevrilə bilmir. Bu bir. İkinci məsələ. Təsirsiz feillər var ki, bunlar məhsul növə çevrilə bilmir. Təsirsiz feillər nədir? Özündən sonra tamamlıq tələb etməyən feillər. Yəni, onlar olduqda məhsul növə çevrilə bilmir. Məsələn, bu feillər nələrdir? Snow, rain, burada qeyd etmişik. Nədir? Yağışın yağması, qarın yağması. Sonra happen, take place, occur. Nə deməkdir? Baş vermək. Burada fikir verirsiniz. Happen, take place, occur, baş vermək. Rise, qalxmaq. Günəşin çıxması. Set, batmaq, günəşin batması. Appear, peyda olmaq, disappear, yoxa çıxmaq. Leave, for, getmək. Arrive, çatmaq. Look, seem, görünmək. To be, olmaq. To be'nin formaları da ola bilər. Is, are, was, were ilə ifadə olunur. Məsələn, he is happy. O xoşbəxtdir. The accident was terrible. Hadisə dəhşətli idi. Bunu sən məsuliyyətə çevirə bilərsən. Çevirə bilməzsən də idi. Fərqi odur ki, sarı əvvəlcədən yazmışdım, mavini sonradan yazmışam. Ona görə. Deməli, become olmaq, have, sahib olmaq. Sonra, yəni have-dir, to be-dir, ən çox bunlardan istifadə olunur. Sonra getmək, gəlmək, gəzmək, işləmək, qaçmaq, oturmaq, bunlar məsul növə çevirmək olmaz. İndi gəlirik suallarımıza. Fikir verin. Walk var burada, walk. Burada run var. Buradakı feillərin arasında fikir versəz əgər, walk da var,
eyni zamanda run da var. Amma əzbərləməkdənsə elə qayda ilə tapmaq daha rahatdır əslində. Bir cavab olur 1 ilə 2. Birə bax, put out söndürmək deməkdir. Meşə yanğınını söndürdü. Tamamlıq varmı? Var. Mən məchula çevrilə bilir. Sonra götürdü, əlavə suyu. Tamamlıq varmı? Var. Deməli cavab olur nə? 1 ilə 2. Yəni cümlədə tamamlıq varsa məchula çevrilə bilir. Yoxsa çevrilə bilmir. Oradakı beşləri götür. Deməli, onları götür buraya oynayır. Deməli, daha sonra had sahib olmaq, malik olmaq məchula çevrilə bilmir. Bayaq dedik orada had da var idi. Bax, fikir verdisə əgər. Have. Burada var. Məchula çevrilə bilmir. Daha sonra work çevrilə bilmir. Deməli, 1 ilə 2 çevrilə bilmir. Study öyrəndi. Painting rəsmi öyrəndi. Öyrənildi olur da burada. Yudu təmir etdi. Nəyi? Paltarları. Cümlədə tamamlıq varmı? Var. Cavab oldu nə? 3 və 4. Cavab oldu Y variantı. Sonra burada deyir ki, smile, gülümsəmək. Gülümsəmək məchula çevrilə bilməz. Gülümsədi. Gülümsənildi olmur da. Satdı evi. Tamamlıq varmı? Var. Çevrilə bilir. Sonra are happy. Cümlədə are happy. Cümlənin xəbəri emizarlandırsa məchula çevrilə bilməz. O xoşbəxtdir. Nətə məchula çevirərsən? Baxın, siz bir şeyi qarışdırmayın. Hansı cümlə məchuldadır sualı ilə hansı məchula çevrilə bilər sualını qarışdırmayın. Hansı məchuldadır deyən to be V3 axtarır. Burada isə heç bir məchulda deyil. Hamısı məlumdadır. Sadəcə deyir ki, hansı məchula çevrilə bilər. Hansı çevrilə bilər deyirsə, demək onda nəyə tapmalıyıq? Hamısı məlumdadır. Sadəcə tamamlıq varmı, yoxdur. Məsələn, burada bax, bişirdi, turkey. Turkey nədir? Hinduşka, Hind quşu. Yəni tamamlıq var. Deməli, çevrilə bilən hansı olduğunda 2 ilə 4 olmuş oldu. Növbəti sualda cannot, hansı çevrilə bilmir? Look nədir? Görünmək, çevrilə bilmir. Warn xəbərdar etdi. 2. Tamamlıq var. Sahib olmaq, var olmaq çevrilə bilmir. Cümlənin xəbəri izləndir. Nə deyir? Orada çox şəkər yemək zərərlidir. Cümlənin tamamlığı yoxdur. Sonra çəkdi, gülü. Gül çəkildi, tamamlıq var. Demək cavab oldu nə variantı? Çevrilə bilməyən dediyinə görə 1, 3, 4 C variantı. Daha sonra növbəti sualda düzəltdi. Rolls. Rolls nə deməkdir uşaqlar? Bulku deməkdir də, bulku. Rolls bulku deməkdir. Tamamlıq varmı? Var. Demək çevrilə bilir. 2-də move, köçdü Chicagoya. Cümlədə tamamlıq varmı? Yoxdur. Demək ki, bu çevrilə bilmir. Sonra narahat etdi məni. Cümlədə tamamlıq var. Demək çevrilə bilir. Daha sonra qaldılar Atlantada. Cümlədə tamamlıq varmı? Yoxdur. Demək çevrilə bilmir. Çevrilə bilməyən hansılar olduğunda 2 ilə 4 cavab oldu C variantı. Daha sonra növbəti sualda fill nə deməkdir? Doldurdu. Nəyi? Application form, ərizə formasına tamamlıq var. We were young. Biz gənc idik. Cümlənin xəbəri ididir, yəni to be iləndir. Demək məchula çevrilə bilmir. Sonra növbəti cümlədə Ay, ses kaydı. Ay, Hani vericilerden demək davam edirik. Deməli, to be iləndir cümlənin xəbəri, məchula çevrilə bilmir. Burada da to be iləndir cümlənin xəbəri, bu da məchula çevrilə bilmir. Deməli, fast. To be-dən sonra nə gəlib? Sifət gəlib, çevrilə bilmir.
Burada sent nə deməkdir? Göndərdi, nəyi? E-maili. Cümlədə tamamlıq varmı? Var. Demək çevrilə bilir. Demək hansı çevrilə bilmədi onda? 2 ilə 3 çevrilə bilmədi, 1 ilə 4 çevrilə bildi. Cavab olur A variantı. Yazacağıq. Deməli walk nə deməkdir? Gəzmək. Gəzmək çevrilə bilmir. Sonra burada sit oturmaq çevrilə bilmir. Bax burada bizim verdiyimiz siyahıda walk da var, sit də var. Demək bunlar çevrilə bilmir. Amma əzbərləməsək də, bax məsələn hazırladı, nəyi? Şokoladlı dondurma var. Sonra burada prepare nə deməkdir? Hazırladı. Sən burada tamamlıq nədir? Nəyi deyir? Bax burada tamamlıq elə votun özüdür. Nəyi hazırladı? Tamamlıq votun özüdür. Ona görə hansı çevrilə bilir? 2 ilə 3 cavab olur D variantı. Yəni hansı çevrilə bilmir deyir? Take place, become. Bunlar ikisi orada var. Baş vermək və olmaq. Bunlar çevrilə bilmir. Müzakirə etdi, müxtəlif marketinq strategiyalarını, tamamlıq var. Düzdürmü? Sonra borrow, borc aldı, nəyi? Çəkici, tamamlıq var. Var. Demək cavab oldu nə? 1 ilə 2. 4'te 2'den tamamladık komşusundan. Aha. Deməli, burada rain çevrilə bilmir, happen çevrilə bilmir. O da orada var idi siyahıda, yəni də eyni şəkildə. Ən çox düşənlərdən biri happen, qeyd etmişəm. Rain də burada var. Deməli, başa düşdü, qaydanı, tamamlıq var. Etdi, yeni film, düzəltdi. 3'dən 4 çevrilə bilir, bir də çevrilə bilməyəndiyinə görə 1-2. Daha sonra arrive çevrilə bilmir, look çevrilə bilmir. İkisi də var orada bizim siyahıda. Yəni yenə orada biz yazdığımız siyahıda arrive məncə olmalıydı. Var müəllim aşağıda. Arrive ən aşağıda, sarılan ən aşağısında. Bir də look da burada var idi. Yəni bunu əzbərləməsəz də, məsələn bax etdi, nəyi, işi, tamamlıq var. Sonra eşitdi, nəyi, döyüntünü, tamamlıq var, var. Deməli, çevrilə bilməyən hansıdır? 1 ilə 2-dir. Happen, baş vermək, olmur. Sonra tikdi, yuvanı, sonra qaynatdı, suyu, rain də olmur da. Deməli, 2 ilə 3 çevrilə bilir, 1 ilə 4 çevriləmir, rain çevriləmir. Bizə çevrilə bilməyən dediyinə görə 1-4. Yəni, bilənlərə mən plus qoyuram, bilməyənlərə minus qoyuram ki, sonra bilən istəsə, plusları seçirəm, bilməyən istəsə, minusları. Happen, çevrilə bilmir. Rose'dakı Rise'ın keçmişidir. Rise'ın keçmişi Rose'dur. Bu da çevrilə bilmir. Məndən çevrilə bilən dediyinə görə, demək nə olacaq? 3-dən 4. Etdi, bir neçə səhv, tərk etdi, papağı, tamamlıq var. Demək cavab oldu 3 və 4. Sonra take place, Baş vermək olmur. take place, baş vermək, düzdürmü? Olmur, çevrilə bilməyənlərdən idi. Happen da çevrilə bilməyənlərdəndir. Deməli, çevrilə bilən nə oldu? 2 ilə 4. 2 dəfə topladı, nəyi, imzaları, məyus etdi, Mr. Black'i, tamamlıq var, qulaq asırıqmı? 2-4. 58-də has typed, yazdı, məktubu, tamamlıq var, düzdürmü, Rəsul? Appear, yoxa çıxdı, peyda oldu, appear peyda oldu, disappear yoxa çıxdı, appear peyda oldu, nədir? Çevrilə bilmir. Leave for'un keçmişi left for'dur, tərk etdi, bu da çevrilə bilmir. Burada istifadə etdi, yeni sözləri, tamamlıq nədir? Var. Bizdən çevrilə bilməyən dediyinə görə nə oldu? 2-3. Növbətidə tamamlığımız you'dur. Tamamlığımız you'dur, mübtədamız zeydir. Deməli, dialoq formalı cümlələrdə zeydən mübtəda verilibsə, bu mübtədadır. Demək, zeynən başlamaz. Zeynən başlamaz. Və dialoqda burada you verilibsə, demək cümləmiz ya A ilə başlayar, ya da V ilə başlayar. You, sən də demək olar, siz də demək olar da. İndi cümlə indiki zamanda olduğuna görə was olmaz. Bunu çıxdıq. No olduğuna görə I am yox. Necə olmalıydı? I am not olmalıydı. Bunu belə çıxırıq. Həm də ki by them olmalıydı. Qaldı cavab Y var. C'dən həmsin. Və yes verib sonra. Hə, yes ilə wasn't olmur. Həm də zamana uyğun gəlmir. Bəli. Burada gəlirik. Məsələn, əvvəl yes olsun cümlə. Təsdiqdə olmalıdır. No versə inkarda. Cümlədə xəbəri tapdıq. Tamamlığımız nədir? Go. Cümlə nə ilə başlamalıdır?
Golla. Zamanımız hansı zamandadır? Keçmiş zaman. Cümlə golla başlamalıdır. Was been olmaz. Bu getdi. He ilə başlamaz, getdi. I ilə başlamaz, getdi. Is də indiki zamandır. Bizdə did keçmişdə verilir baxın. Is olmur. Qaldı cavab C var. 61-də your offer nədir? Tamamlıqdır. Cümlədə deməli nə ilə başlamalıdır? Bu your keçəcək olacaq nə? My offer. Cümlə my offer ilə başlamalıdır. My offer ilə başlayan variant hansıdır? D. Çünki diyalog formalı suallarda tamamlığı qoyuruq qabağa. Müəllim, ye olardı zamanla problem yaradır. Yoxsa his olsa. Yo, his deyil axı, your deyil. Sənin. Hə, sənin. Sonra gəldi məchulda olan cümləni seç deyir. Məchulda olanı seç. Bu ayaqçılara deyir ki, məchulda çevrilə bilər. Burada isə deyir ki, hansı məchuldadır? Hansı məchuldadır tapmaq üçün to be V3. To be V3. To be sifət. To be product ifadədir. Yəni feil üçüncü forması deyil də, bəli. Nədənsə qürur duymaq deməkdir. To be V3 var. Cavab oldu nə? 1 və 4. Yəni bu qədər.